Sərhəd polisi gömrük əməkdaşları ilə birgə Sarbi sərhəd keçid məntəqəsində xarici ölkə vətəndaşı 1980-ci il təvəllüdlü S.A.-nı saxlayıbdır. O küllü miqdarda narkotik maddəni dövlət sərhədindən qanunsuz keçirmək cəhd etməkdə ittiham olunur. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər ərzində 39 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edibdir. Tədbirlər Nazirliyin digər bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilibdir. Məlumata görə cari il ərzində ümumilikdə 1243 nəfər ölkədən çıxarılıbdır. Deportasiya olunanlar arasında Hindistan, Türkiyə, Bangladeş, Çin, İran, Rusiya və digər ölkələrin vətəndaşları var. Qanunvericiliyə əsasən deportasiya edilən şəxslərə Gürcüstana giriş qadağası tətbiq olunub.